Belə bir Python proqramına baxaq. Deyir ki, verilmiş proqramın nəticəsini müəyyən edin. Deməli bu proqramda bir şey var ki, baxın bu hissələrdə bir dəqiqə qələm incə yazdım. Bu hissələrdə x-ə mənimsətmə yoxdur. Yəni ki, burada x plus 3 13 eləyir. Tamam. Ancaq həmin 13-ü x özü almır. Çünki burada x bərabər də olmalıdır. Deməli ki, orada olan bu 3 dənə yerdə olanlar heç bir şeyə təsir eləməyəcək. Ancaq təbii ki, biz bu funksiyanı oxumağı bacarmalıyıq. Deməli, x-i 10 veribdir. Və deyir ki, əgər deyir x 10-a bərabərdirsə, hansı ki, hə deməliyik buna, çünki x 10-a bərabərdir. X 3 vahid artır, ancaq x-ə mənimsədilmədiyi üçün burada heç bir şey olmur. Keçirik birinci if doğru olduğuna görə. Keçirik bu ifə. Bu ifdə x deyir 2-yə böldükdə tam hissə 5-dirmi? Onu 2-yə böləndə tam hissə həqiqətən də 5-dir. Bu da doğrudur. Burada da x-in üstünə 4 gəlmək deyir. Ancaq yenə də burada x-in üstünə 4 gəlsək belə x-ə mənimsətmə yoxdur deyə burada da heç bir şey olmur. Yəni x-imiz 10 olaraq qalır. X dəyişmir hələ ki. Digər ifə baxaq. X-in 2-yə bölünməsindən qalıq 1-dirmi? X-imiz 10-dur. Onu 2-yə böləndə bilirik ki, qalıq 1 olmur, 0 olur. Yəni biz buna yox deyəsik. Və yox dediyimizə görə bu hissəyə ümumiyyətlə baxmırıq. Baxsaq da heç bir şey dəyişmir. Else hissəsində x bərabərdir x plus 2. Yəni 12. 10 plus 2. Burada baxın bərabər işarəsi, mənimsətmə işarəsi olduğuna görə burada x-in qiyməti artıq dəyişir. Ancaq yuxarılarda x-in qiyməti dəyişmirdi. Deməli x-in ən əvvəlki qiyməti 10 idi. Çünki mənimsətmə olmadığına görə yuxarıda biz x-i dəyişə bilmədik. X 12 oldu və bu else-ə də baxmırıq. Çünki bu else buradakı if-in else-dır. Bu ifə biz yox desək buna baxasıydıq. Bu ifə burada biz hə dediyimizə görə deməli bu else ümumiyyətlə baxmırıq və bu x bərabər x plus 5 isə bütün hallarda hesablanır. Burada mənimsətmə olduğuna görə də deməli x-imizin son qiyməti bu hissədə 12 idi. 12 plus 5 bərabərdir 17. Deməli, x-imizin cavabı sonda 17, yəni B variantı olaraq çap olunacaqdır.